Sabah hər bürc üçün eyni cür keçməyəcək. Kimlərsə üçün yeni bir başlanğıc, kimlərsə üçün isə düşünülməli qərarlarla dolu bir gün ola bilər. Sevgi həyatınızda sürpriz varmı? Maddi mövzular sabit qalacaqmı? İş və karyerada hansı addım daha doğru olacaq? Bütün bunları öyrənmək üçün videonu sona qədər izləyin. İndi isə bürclərə birlikdə nəzər salaq. Koç. Bugün enerjiniz yüksək olacaq və onu düzgün istiqamətə yönəldə bilsəniz, nəticələr sizi həqiqətən sevindirəcək. Elə məhsuldar günlərdəndir ki, əvvəlcədən planlaşdırdığınız işlərlə kifayətlənməyəcək, əlavə tapşırıqları da çətinlik çəkmədən yerinə yetirə biləcəksiniz. Gün ərzində sürətli qərarlar vermək və operativ hərəkət etmək lazım gələcək. Lakin siz bu tempə asanlıqla uyğunlaşacaqsınız. Maraqlıdır ki, bu qədər fəallığa baxmayaraq nə özünüzü həddindən artıq yorğun hiss edəcəksiniz, nə də əhvalınız korlanacaq. Əksinə, hər tamamlanan iş sizə əlavə motivasiya və özünə inam qazandıracaq. Günün ritmi sizi ruhlandıracaq və daha böyük hədəflər barədə düşünməyə sövq edəcək. Ətrafınızdakı insanlar da təşəbbüskar və dəstəkçi mövqe tutacaqlar. Həmkarlar, dostlar və ya yaxınlarınız sizə kömək etməyə hazır olacaqlar və bir çox məsələdə sizin liderliyinizi qəbul edəcəklər. Burada intuisiya əsas rol oynayacaq. Kimə hansı işi tapşırmağın və kiminlə hansı mövzuda danışmağın daha doğru olduğunu daxili hissiniz sizə dəqiq göstərəcək. Əgər düzgün bölgə aparsanız, komanda işi xüsusilə səmərəli alınacaq və nəticələr gözlədiyinizdən daha yaxşı ola bilər. İnsanlarla açıq və konkret danışmaq, tapşırıqları aydın şəkildə ifadə etmək sizə üstünlük verəcək. Son vaxtlar iş yerini və ya ümumilikdə fəaliyyət sahəsini dəyişməyi düşünən qoçlar üçün maraqlı təkliflər yarana bilər. Yeni imkanlar ilk baxışdan çox cəlbedici görünəcək və sizdə dərhal qərar vermək istəyi oyada bilər. Lakin burada tələsmək düzgün olmaz. Əmin olun ki, sizi ani emosiyalar, müvəqqəti narazılıq və ya kiminsə təsiri yox, həqiqətən şüurlu və əsaslandırılmış dəyişiklik arzusu yönəldəcək. Başqalarının məsləhəti faydalı olsa da, həlledici olmayacaq. Çünki sizin yolunuz və prioritetləriniz fərqlidir. Ona görə də sakitcə bütün müsbət və mənfi tərəfləri analiz etmək, riskləri və perspektivləri obyektiv qiymətləndirmək daha doğru qərar verməyə kömək edəcək. Ümumilikdə gün aktiv, ruhlandırıcı və imkanlarla zəngindir və siz enerjinizi düzgün idarə etsəniz, həm işdə, həm də şəxsi planlarda ciddi irəliləyiş əldə edə bilərsiniz. Buğa. Bugün sizin üçün ən doğru yanaşma adət etdiyiniz strategiyaya sadiq qalmaqdır. Tələskən qərarlar və emosional addımlar sizi istədiyiniz nəticəyə aparmaya bilər. Buna görə də hər məsələni sakit şəkildə analiz etmək vacibdir. Lehinə və əleyhinə məqamları diqqətlə ölçüb biçmək, riskləri əvvəlcədən hesablamaq və yalnız bundan sonra seçim etmək sizə üstünlük qazandıracaq. Ətrafınızdakı bəzi insanlar sizi daha sürətli davranmağa və ya risk etməyə həvəsləndirə bilərlər. Ola bilsin ki, onların niyyəti yaxşıdır, lakin onlar sizin planlı və ardıcıl hərəkət etdikdə nə qədər güclü nəticələr əldə etdiyinizi tam anlamırlar. Bugün sizin əsas gücünüz məhz ehtiyatlılıq və uzaqgörülükdür. Uzun müddətli sabitlik sizin üçün ani qazancdan daha önəmlidir və bunu unutmaq olmaz. Kiçik amma düzgün atılmış addımlar gələcəkdə böyük uğurun əsasını qoya bilər. İşgüzar sahədə bəzi proseslər düşündüyünüzdən daha ləng inkişaf edə bilər və bu sizi bir qədər səbrə çağıracaq. Danışıqlar uzana, xırda detallar əlavə müzakirə tələb edə bilər və ya sənədlərlə bağlı müəyyən gecikmələr yarana bilər. Lakin siz bu vəziyyətə sakit yanaşacaq və emosional reaksiya verməyəcəksiniz. Təmkinli mövqeyiniz həmkarlar və tərəfdaşlar tərəfindən yüksək qiymətləndiriləcək. Onlar sizin nə qədər etibarlı, məsuliyyətli və sözünün üstündə duran insan olduğunuzu daha aydın görəcəklər. Günün ikinci yarısında bunun real nəticəsini hiss etmək mümkündür. Çünki maraqlı əməkdaşlıq təklifi və ya yeni proyekt ideyası ortaya çıxa bilər. Hətta əvvəllər sizə tərəddüdlə yanaşan biri fikrini dəyişə bilər. Maliyyə məsələlərində də planlı davranmaq, ani xərclərdən qaçmaq və gələcəyi düşünərək qərar vermək daha doğru olacaq.
Ümumilikdə gün aktiv, ruhlandırıcı və imkanlarla zəngindir və siz enerjinizi düzgün idarə etsəniz, həm işdə, həm də şəxsi planlarda ciddi irəliləyiş əldə edə bilərsiniz. Əkizlər. Bugün kifayət qədər gərgin və dinamik keçəcək. Buna görə də özünüzü əvvəlcədən daha yüksək tempə hazırlamağınız yaxşı olar. Hətta xüsusi olaraq vacib və çətin işlərlə məşğul olmamağı planlaşdırsanız belə, sadə tapşırıqlarla kifayətlənmək mümkün olmayacaq. Gün ərzində gözlənilmədən maraqlı, amma eyni zamanda məsuliyyətli işlər ortaya çıxa bilər. Bu tapşırıqların öhdəsindən gəlmək üçün həm ixtiraçılıq, həm israr və müəyyən qədər cəsarət tələb olunacaq. Bəzi hallarda sürətli qərar verməli, riskləri qısa zamanda dəyərləndirməli olacaqsınız. Bu isə sizi həm zehni, həm də emosional baxımdan bir qədər yoracaq. Vəziyyəti yeni müttəfiqlərlə yarana biləcək fikir ayrılıqları çətinləşdirə bilər. Hər kəs hadisələrə fərqli bucaqdan baxacaq və ortaq məxrəcə gəlmək zaman tələb edəcək. Sizi əvvəllər daim dəstəkləyən insanlar isə öz problemləri ilə məşğul olduqlarına görə bugün aktiv yardım göstərə bilməyəcəklər. Onların vaxtı ilə verdiyi bəzi sözlər gecikə və ya təxirə düşə bilər. Bu sizdə məyusluq yaratsa da vəziyyəti dramatikləşdirmək lazım deyil. Əsas odur ki, emosiyaları nəzarətdə saxlayasınız və diqqətinizi əsas məqsəddən yayındırmayasınız. Müsbət təsirlərin gücü çox yüksək olmasa da, məqsədə çatmaq üçün real imkanlar mövcuddur. Bunun üçün günün əvvəlində plan və prioritetlərinizi dəqiq müəyyənləşdirmək vacibdir. Hansı işlərin təcili, hansıların isə gözləmək biləcəyini aydınlaşdırmaq sizi lüzumsuz yorğunluqdan qoruyacaq. Tanışlardan və həmkarlardan faydalı məsləhətlər ala bilərsiniz. Lakin hər deyilən fikri kör-körənə qəbul etməyin. Bugün ən etibarlı bələdçiniz öz intuisiya işarələriniz olacaq. Daxili hissiniz sizi doğru istiqamətə yönəldə bilər və məhz ona qulaq asmaq uğurun açarı olacaq. Günün sonunda yorğun olsanız da gördüyünüz işlər üçün özünüzlə qürur duya bilərsiniz. Xərçəng. Bugün insanlarla ünsiyyət qurmaq, onları ideyalarınızla maraqlandırmaq və ruhlandırmaq bacarığınız xüsusilə ön plana çıxacaq. Düzgün sözlər tapmaq, qarşı tərəfin ehtiyaclarını hiss etmək və ümumi məqsəd ətrafında birləşmək sizin üçün asan olacaq. Məhz bu xüsusiyyətiniz sayəsində ətrafınızdakiləri arxanıza apara biləcək, onları aktiv fəaliyyətə sövq edə biləcəksiniz. Gün birgə proyektlərə başlamaq, qüvvələri birləşdirmək və uzun müddətli planlar qurmaq üçün əlverişli hesab olunur. Komanda işi gözlədiyinizdən də səmərəli nəticələr əldə edə bilər. Əvvəldən böyük ümid bəsləmədiyiniz işgüzar görüşlər də müsbət keçə bilər. Bəzi söhbətlər zamanı qarşınıza yeni imkanlar çıxacaq, maraqlı təkliflər səslənə bilər. İlk baxışdan xırda görünən detallar sonradan mühüm rol oynaya bilər. Ona görə də diqqətli olun. Bütün bunlarla yanaşı, bəzi mürəkkəb və məsuliyyətli məsələləri tək başına həll etmək çətin gələ bilər. Hər şeyi öz üzərinizə almağa çalışmaq sizi lüzumsuz yorğunluğa sala bilər. Köməyə ehtiyacınız olduğunu hiss etdiyiniz anda tərəddüd etmədən dəstək istəyin. Yaxınlıqda sizi anlayan, etibar edə biləcəyiniz və çətin anlarda arxanızda duran insanlar olacaq. Qeyri-rəsmi ünsiyyət üçün də gün olduqca uğurludur. Daha əvvəl sırf iş çərçivəsində ünsiyyətdə olduğunuz şəxslər bugün daha səmimi və açıq davranacaqlar. Münasibətlərinizdə istilik artacaq, qarşılıqlı etibar möhkəmlənəcək. Bəzi əlaqələrdə dostluq, hətta romantik çalarların yaranması da mümkündür. Uzun müddətdir küsülü olduğunuz insanlarla da barışmaq üçün münasib zamandır. Əsas şərt təşəbbüsü öz üzərinizə almaq və səmimi addım atmaqdır. Bugün atacağınız kiçik addımlar gələcəkdə münasibətlərinizi köklü şəkildə yaxşılaşdıra bilər. Şir. Bugün hətta tanış və adi görünən işlərin öhdəsindən gəlmək düşündüyünüzdən daha çətin ola bilər. Uğursuz təsadüflər, xırda səhvlər və diqqətdən yayınan detallar planlarınıza təsir göstərə bilər. Bəzi şirlər təkcə öz vəzifələri ilə deyil, həm də başqalarının səhvlərinin nəticələri ilə məşğul olmalı olacaqlar. Yarımçıq qoyulmuş işləri tamamlamaq və yaranmış boşluqları doldurmaq əlavə vaxt və enerji tələb edəcək. Bu isə sizdə müəyyən narazılıq yarada bilər. Çünki məsuliyyətin ədalətli bölüşdürülməsi
ötüşdürülmədiyini hiss edəcəksiniz. Lakin emosiyalara qapılmaq vəziyyəti daha da çətinləşdirə bilər. Vəziyyətdən ən uğurlu çıxanlar standart yanaşmadan kənara çıxmaqdan çəkinməyənlər olacaq. Əgər improvizasiya etməyə, gözlənilməz həll yolları tapmağa və riskli görünən qərarlar verməyə hazırsınızsa, üstünlük sizin tərəfinizdə olacaq. Bəzən məhz original fikir tapmaq və başqasını təkrarlamamaq bacarığı sizi önə çıxara bilər. Köhnə rəqiblər üzərində üstünlük qazanmaq və peşəkar mövqelərinizi möhkəmləndirmək üçün uyğun imkan yarana bilər. Bunun üçün özünüzə inamı itirməmək və təşəbbüsü ələ almaq vacibdir. İşgüzar münasibətlər bir qədər gərgin keçə bilər və həmkarlarla, hətta rəhbərliklə fikir ayrılıqları istisna deyil. Hamı ideyalarınızı dərhal qəbul etməyəcək və bəzi təklifləriniz sərt tənqidlə qarşılaşa bilər. Bu məqamda emosional reaksiya vermək əvəzinə arqumentlərinizi sakit və əsaslı şəkildə müdafiə etmək daha doğru olar. Tezliklə hamıya aydın olacaq ki, tənqid üçün ciddi əsas yox idi və sizin mövqeyiniz daha güclüdür. Lakin bu mərhələdən keçmək üçün səbir və özünə nəzarət vacibdir. Günün sonunda anlayacaqsınız ki, çətinliklər sizi zəiflətmək yox, daha da möhkəmləndirmək üçün qarşıya çıxıb. Qız. Bugün mürəkkəb işlərə başlamaq və ya ciddi, taleyyüklü qərarlar vermək üçün ən uyğun zaman sayılmır. Adətən detallara qarşı həssas və diqqətli olsaz da, bugün bir qədər daha yüngül xasiyyətli davranmaq ehtimalınız var. Vəziyyətin tələb etdiyi qədər fokuslana bilməmək müəyyən xırda səhvlərə yol aça bilər. İlk baxışdan əhəmiyyətsiz görünən bir detal sonradan əlavə zəhmət tələb edə bilər. Buna görə vacib sənədləri, razılaşmaları və hesablamaları 2 dəfə yoxlamaq məsləhətdir. Tələskənlik və diqqətsizlik bugün əsas risk faktorudur. Əvvəllər çətin anlarda köməyinə arxalandığınız insanların dəstəyinə isə tam güvənmək mümkün olmaya bilər. Böyük ehtimalla ki, şərait və ya onların şəxsi problemləri lazım gəldiyi anda yanınızda olmalarına imkan verməyəcək. Bu isə sizə daha çox məsuliyyət yükləyə bilər. Lakin bunu şəxsi münasibət kimi qəbul etməmək vacibdir. Sadəcə olaraq bugün bir çox məsələdə öz gücünüzə arxalanmalı olacaqsınız. Bu da əslində sizi daha müstəqil və çevik düşünməyə sövq edəcək. Bununla belə günü tam uğursuz saymaq və bütün planlardan imtina etmək düzgün olmaz. Xüsusilə ixtiraçılıq və yaradıcı yanaşma tələb edən işlərdə maraqlı nəticələr əldə etmək şansınız var. Standart metodlardan kənara çıxmaq və fərqli həll yolu sınamaq gözlənilməz uğur gətirə bilər. Bəzi qızlar gəliri artırmağın qeyri-adi, amma çox da effektiv yolunu tapa bilərlər. Maliyyə baxımından kiçik, amma sevindirici irəliləyiş mümkündür. Uğurlu alış-veriş və sərfəli sövdələşlər üçün də münasib zamandır. Xüsusilə də əvvəlcədən araşdırma aparmısınızsa. Günün sonunda anlayacaqsınız ki, diqqətli və ölçülü davrandığınız halda çətinlikləri fürsətə çevirmək mümkündür. Tərəzi. Bugün xüsusilə maliyyə məsələləri və peşəkar perspektivlərlə bağlı qərar verərkən tələsməmək daha düzgün olar. İlk baxışdan cəlbedici görünən təkliflər sonradan düşündüyünüz qədər sərfəli olmaya bilər. İş və ya əməkdaşlıqla bağlı gözlənilməz variantlar ortaya çıxa bilər və bu sizi həyəcanlandıra bilər. Lakin yekun cavab verməzdən əvvəl bütün detalları diqqətlə araşdırmaq vacibdir. Müqavilə şərtlərini, uzun müddətli nəticələri və mümkün riskləri nəzərdən keçirmədən razılaşmaq düzgün olmaz. Sakit və analitik yanaşma sizi sonradan yarana biləcək problemlərdən qoruyacaq. Bəzi tərəzilər qeyri-adi görüşlər yaşayacaq və haqqında çox eşitdikləri, hətta müəyyən qədər ideallaşdırdıqları insanlarla tanış olacaqlar. Bu tanışlıqlar ilk baxışdan çox perspektivli görünə bilər. Söhbətlər maraqlı, ilham verici və hətta motivasiya edici olacaq. Qarşı tərəf özünü çox inandırıcı və peşəkar şəkildə təqdim edə bilər. Lakin deyilən hər sözə kör-köranə inanmaq məsləhət deyil. Təəssüf ki, kiminsə sizi qəsdən çaşdırmaq və ya məlumatı öz xeyrinə təhrif etmək ehtimalı da var. Buna görə emosiyalara deyil, faktlara əsaslanmaq vacibdir. Pul məsələlərində intuisiya işarələrinə xüsusi diqqət yetirin. Əgər hansısa təklif sizə həddindən artıq sərfəli və real görünməyəcək qədər ideal gəlirsə, burada şübhələnmək üçün əsas var. Kimsə israrla çox sərfəli sövdələş bağlamağı və ya bahalı bir şeyi inanılmaz dərəcədə ucuz qiymətə almağı təklif edirsə, ehtiyatlı davranın. Dələduzlar və şübhəli şəxslər sizi asanlıqla inandırıla bilən biri kimi görə bilərlər. Onların macəralarına cəlb olunmaq riski yüksəkdir. Xüsusilə də qərarları tələsik versəniz. Bugün əsas qoruyucunuz soyuqqanlılıq, diqqət və daxili səsiniz olacaq.
Doğru anda yox demək sizi ciddi maddi və emosional itirməkdən qoruya bilər. Əqrəb, bugün zəhmət çəkməyə və səbirli olmağa hazır olun. Hansı planı qurmusunuzsa qurun, uğur şansınız kifayət qədər yüksəkdir, lakin nəticələri dərhal görmək çətin olacaq. Xüsusilə çox çalışan və karyera yüksəlişinə can atan əqrəblər üçün bu daha aydın hiss olunacaq. Qarşınıza çıxan tapşırıqlar həm məsuliyyətli, həm də mürəkkəb ola bilər. Onların həlli üçün ciddi diqqət, güclü iradə və xeyli enerji tələb edəcək. Bəzi məqamlarda gördüyünüz işlərin sanki heç kim tərəfindən qiymətləndirilmədiyini düşünə bilərsiniz. Bu isə sizi ruhdan düşərə bilər. Lakin tələsməyin və nəticəni dərhal gözləməyin. Səssiz və ardıcıl zəhmətiniz diqqətdən yayınmayacaq. Sadəcə olaraq bunun üçün biraz zaman lazımdır. Tezliklə nüfuzlu və dəstəyinin böyük əhəmiyyəti olan insanlar sizin səylərinizi görəcək və qiymətləndirəcək. Məhz həmin andan etibarən çoxdan gözlədiyiniz dəyişikliklər başlaya bilər. Bu dəyişikliklər həm vəzifə, həm gəlir, həm də peşəkar nüfuz baxımından müsbət istiqamətdə ola bilər. Əsas şərt yarı yolda dayanmaq və ruhdan düşmək deyil. İşgüzar danışıqlar ümumilikdə pis keçməyəcək, amma bu ciddi hazırlıq tələb edəcək. Qarşı tərəfi inandırmaq üçün əvvəlcədən faktlar toplamaq, arqumentləri sistemləşdirmək və mümkün suallara hazır olmaq vacibdir. Elə düşünməyin ki, yalnız cazibəniz və improvizasiya bacarığınız kifayət edəcək. Bəzi insanlar skeptik mövqe tutacaq və sizi dərhal dəstəkləməyəcək. Onların fikrini dəyişmək üçün emosional çıxışdan daha çox məntiqi əsaslandırma lazım olacaq. Əgər səbirli və strateji davransanız, günün sonunda mövqeyiniz daha da möhkəmlənəcək və gələcək üçün güclü zəmin yaranacaq. Oxatan. Çətin və yarımçıq qalmış işlər yığılıbsa, onları qaydaya salmaq üçün ən uyğun zamandır. Bugün məhsuldarlığınız yüksək olacaq və əvvəllər həll edə bilmədiyiniz problemlərə indi daha aydın baxa biləcəksiniz. Qarşınıza çıxan çətinliklər sizi qorxutmayacaq, əksinə motivasiya edəcək. Bir çox oxçatan adətindən daha ciddi və məsuliyyətli davranacaq. Xırda detalların üzərində diqqətlə dayanacaq. Bu xüsusiyyət xüsusilə vacib məsələlərdə səhv etməməyə kömək edəcək. Hətta məlumat tam olmasa belə, məntiqli və düzgün qərarlar vermək bacarığınız artacaq. Gün həm də əvvəl buraxdığınız səhvləri düzəltmək üçün əlverişlidir. Keçmişdə diqqətdən qaçırdığınız nüansları indi daha aydın görəcəksiniz. Özünüzə qarşı həddindən artıq tənqidi yanaşmaq lazım deyil, çünki hər səhv təcrübə qazandırır. Əsas məsələ həmin təcrübədən nəticə çıxarmaqdır. İntuisiya bugün sizin ən güclü tərəfiniz olacaq. Məhz daxili hissiniz minimum səylə maksimum nəticə əldə etmək üçün hansı yolu seçməyin daha doğru olduğunu göstərəcək. Maliyyə məsələlərində də tələsməmək və daxili səsə qulaq asmaq vacibdir. Pul və investisiya mövzularında başqalarının məsləhətləri bugün gözlənildiyi qədər faydalı olmaya bilər. Hər kəs öz marağından çıxış edə bilər. Buna görə qərarı öz analizinizə əsaslanaraq vermək daha düzgündür. Əgər riskli görünən təkliflər varsa, onları diqqətlə araşdırın və emosional qərar verməyin. Ümumilikdə bugün həm praktiki, həm də strateji baxımdan güclü mövqedə olacaqsınız. Səbir, diqqət və intuisiya sayəsində irəliləyiş əldə etmək mümkündür. Oğlaq. Əgər etibarlı müttəfiqlər və ciddi işgüzar tərəfdaşlar axtarırsınızsa, bugün ünsiyyətdə təşəbbüs göstərmək üçün uyğun zamandır. Özünüzü geri çəkmək və gözləmə mövqeyində qalmaq əvəzinə ilk addımı atmaq daha səmərəli olacaq. Peşəkar tədbirlərdə iştirak edən, ictimai müzakirələrə qatılan və ya mediada özünü göstərmək istəyən oğlaqları faydalı və perspektivli tanışlıqlar gözləyir. Bu əlaqələr gələcəkdə həm karyera yüksəlişi, həm də maliyyə sabitliyi baxımından əhəmiyyətli rol oynaya bilər. Mövcud iş münasibətlərini möhkəmləndirmək üçün də əlverişli şərait yaranacaq. Lakin burada bir vacib şərt var: səmimilik. Əvvəllər əməkdaşlıq etdiyiniz insanlar sizdən açıq və dürüst mövqe gözləyəcəklər. Xırda detallarda belə onları çaşdırmağa çalışmaq və ya nəyisə gizlətmək münasibətlərə zərər verə bilər. Etibarın qorunması bugün hər şeydən önəmlidir.
Tək işləyən və qərarları müstəqil verən oğlaqlar üçün isə müəyyən daxili çətinliklər mümkündür. Diqqəti toplamaq həmişəki qədər asan olmayacaq və bəzi məqamlarda özünüzə şübhə edə bilərsiniz. Əvvəllər verdiyiniz qərarların doğru olub-olmadığını düşünmək sizi tərəddüdə sala bilər. Lakin bu hisslərə aldanaraq planları kəskin şəkildə dəyişmək düzgün olmaz. Bugün yeni və böyük hədəflər müəyyənləşdirmək üçün ən ideal vaxt deyil. Əksinə, artıq müəyyənləşdirdiyiniz istiqamətdə ardıcıl şəkildə irəliləmək daha təhlükəsiz və səmərəli olacaq. Səbir və sabitlik sizi gözlənilmədən səhvlərdən qoruyacaq. Günün sonunda anlayacaqsınız ki, təmkinli və ardıcıl mövqe uzunmüddətli uğurun əsas şərtidir. Dolça. Kölgədən çıxmağın vaxtıdır. Son vaxtlar özünüzə artıq diqqət çəkməməyə çalışırsınızsa, bugün strategiyanı dəyişmək lazımdır. Nə qədər çox insan sizin indiyə qədər nələrə nail olduğunuzu bilsə, bir o qədər yaxşıdır. Öz bacarıqlarınızı gizlətmək əvəzinə onları nümayiş etdirmək sizə yeni imkanlar aça bilər. Yaradıcı yanaşma, ixtiraçılıq və çeviklik tələb edən işlərdə irəliləyiş mümkündür. Bu sahədə bir çox dolçanın bənzəli olmayacaq. Siz elə nəsə fikirləşə bilərsiniz ki, başqasının ağlına belə gəlməz. Cəsarətli addımlar atmaqdan çəkinməyin, çünki şans sizin tərəfinizdə olacaq. Gün işgüzar ünsiyyət üçün də əlverişlidir. İdeyalar paylaşmaq, dəstəyinə güvənmək istədiyiniz insanlarla görüşmək üçün münasib zamandır. Hətta çox sadə və aydın mövzulardan danışsaz belə sizi səmimi maraqla dinləyəcəklər. Üstəlik, əvvəllər təkliflərinizə skeptik yanaşan bir nəfər bugün onlardan birini həvəslə dəstəkləyə bilər. Bu isə gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradacaq. Maliyyə məsələlərində də irəliləyiş mümkündür, xüsusilə əgər qeyri-standart yanaşma seçsəniz. Gözlənilmədən bir fikir əlavə gəlir mənbəyinə çevrilə bilər. Şəxsi münasibətlərdə açıq söhbətlər üçün uyğun gündür. Ürəyinizdən keçənləri gizlətməyin. Yaxınlarınızla münasibətlər daha da istiləşə bilər. Axşam saatlarında isə həm fiziki, həm də zehni yorğunluğu azaltmaq üçün dincəlməyə vaxt ayırmaq vacibdir. Enerjinizi düzgün bölüşdürsəniz, günün nəticələri sizi sevindirəcək və özünüzlə fəxr edəcəksiniz. Balıq. Bugün nə baş verirsə versin, soyuqqanlılığı itirməyə çalışmayın. Bəli, gün asan deyil, amma siz də aciz deyilsiniz. Vəziyyəti yaxşıya doğru dəyişməyin yolu mütləq tapılacaq. Xüsusilə günün ilk yarısında nəticə çıxarmağa və qərar verməyə tələsməyin. Hadisələrə biraz yanardan baxmaq sizi daha düzgün istiqamət seçməyə kömək edəcək. Nəsə alınmadı, həmin işi yanara qoyun, biraz sonra yenidən qayıdın. Yeni cəhd üçün uyğun məqam çox tez gələcək. Səbirli olan balıqlar günün ikinci yarısında bunun bəhrəsini görəcəklər. Sizə xoş görünməyə çalışan, ideyaları ilə maraqlandırıb sizi çox perspektivli proyektlərə cəlb etmək istəyən adamlara tez inanmayın. Sağlam skeptisizm bugün sizə lazımdır ki, can sıxan səhvlərdən yayınasınız. Sözlərə yox, faktlara diqqət yetirin. Maliyyə məsələlərində riskə getmək məsləhət deyil. Əvvəlcə hər detalı yoxlayın. Siz illüziya qurmayacaq, vəziyyəti real qiymətləndirəcəksiniz. Elə buna görə də məqsədə xəyalpərəstlərdən daha tez çatacaqsınız. Şəxsi münasibətlərdə isə anlayış göstərmək vacibdir. Yaxınlarınız sizdən diqqət və dəstək gözləyə bilər. Sakit və səmimi söhbət bir çox anlaşılmazlığı aradan qaldıracaq. Axşam saatlarında özünüzə vaxt ayırmaq, sevdiyiniz məşğuliyyətlə məşğul olmaq əhvalınızı xeyli yaxşılaşdıracaq. Günün sonunda anlayacaqsınız ki, çətinliklər sizi zəiflətməyib, əksinə daha da gücləndirib.